Şəhid Hüseynov Əzəminin bacısıyam. Mustafayeva İlahə Əli qızı. Əzəmi az yaşlarından atasını itirdi. 14 nömrəli orta məktəbin şagirdi. Mingəçevir Dövlət Universitetinin məzun oldu. Yəni universiteti bitirdikdən sonra Hacı Qabul rayonunda bir illik əskəri xidmətinə getdi. Energetika fakültəsini qurtardı Mingəçevir Dövlət Universitetində. Düzdür, baxmayaraq ki, başqa bir sahədə ali təhsil alsa da, ancaq onu hərbiyə yönəldən mənim babam Hüseynov Qaraqədiroğlu özü 41-45 müharibə iştirakçısı olub, yəni digər veteranı. Yəni uşaqlıqdan Əzəmi bunu bilirdi. Hər zaman biz Əzəminin yanında danışırdıq babamızdan, babamın gəldiyi o yoldan. Elə bil ki, Əzəmi elə bir növ həvəsi oldu hərbi xidmətə getməyi. Əskərlik xidmətini başa vurduqdan sonra Zaqatalada 3 il xüsusi təyinatlarda müqavilə ilə işə başladı və o müqavilənin vaxtı bitdikdən sonra sayılı hərbi hissəyə baş çavuş sanitar təlimatçı vəzifəsində işləməyə başladı. 44 günlük müharibə başladı deyəndə sentyabrın 27-sindən Əzəmi səfərbərliklə qatılmadı müharibəyə. Əzəmi hərbiçi idi. Hərbiçi olduğuna görə də onlar öz vəzifəsi başında Əzəmi bu müharibəyə qatıldı. Əzəmi deyərdim ki, əslən Qarabağlıdır. Həmişə də deyirdi ki, bacı, Qarabağ alınsın, torpaqlarımız, ata-baba yurdumuz azad olunsun. Əzəminin bir arzusu var idi ki, biz əslən Şuşalıyıq. Şuşada bizim ata yurdumuz var. Həmişə deyirdi ki, torpaqlarımız alınsın, Şuşadakı evimizin önünə bayrağı ilk öncə mən sancacağam. Yəni onun elə bir arzusu var idi. Çox təəssüf ki, o arzusu arzu olaraq qaldı. Suqovuşan Talış istiqaməti tərəfdə şəhadətə yüksəldi. Oktyabrın 8-i bizə Əzəminin yaralı xəbəri gəldi. Həmin anda elə bil ki, Mingəçevirə hər gün şəhidlər gəlirdi. Sözün açığı, mən bir bacı kimi inansam da yaralı olduğuna, Əzəmini ona elə bir ki, ölüm yuvatmırdım da öz aləmdə. Deyirdim ki, Əzəmiyə heç nə olmaz, Əzəmi sağ qayıdacaq. Əzəminin belə arzuları var idi. Biz anamı inandırmağa çalışdıq ki, yəni inandırmaq deyəndə ovundurmağa çalışdıq ki, yəni Əzəmi yaralıdır deyə gətirirlər. Amma bizə məlumat vermişlər ki, Əzəmi Yevlax rayonunda morqdadır. Yəni şəhid olaraq gəlmişdi ora təhvil vermişlər. Sadəcə onu orada hazırlayıb bizə göndərməlidirlər. Biz sadəcə anamı Əzəmini gətirənə kimi sadəcə ovundurmağa çalışırdıq ki, Əzəmi yaralıdır. Çox təəssüf ki, anam inanmadı. Yəni belə inanmadı ki, dedi, mən inanmıram Əzəminin sağ olduğuna. Sağ olsaydı, dedi, o məni bu qədər intizarda qoymazdı, dedi. Mənə bir zəng edərdi. Həmin an bizim üçün, bizim ailə üçün böyük bir faciədir. Mən şəxsən bir bacı kimi hələ də o faciə içimdə yaşayır. 5 il geridə qoysaq da, bizim üçün yenə də o faciə elə bil ki, hər an yaşamış kimi oluruq. Düz Əzəmi kimi qardaş itirmək bizim üçün çox çətindir. Qardaş olaraq, yəni onun bizə qarşı davranışı, mehribançılığı. Bir təsəlli yerimiz odur ki, Əzəminin şəhidlik məqamı düşünürəm ki, çox ali bir məqamdır. Yəni hər kəsə nəsib olmaz. Biraz öz içimdə təsəllim odur ki, hər kəsə nəsib olmur ki, üç rəhli bayraq o kəfən olaraq kəfənə bürünsün. Biraz o mənim içimdə elə biraz toxtaq oluram ki, yəni biz onsuz da hər birimiz bu dünyadan köçüb gedənik. Amma Əzəminin belə bir ölüm yaşamağı, belə bir məqama yüksəlməyi, vətən üçün, torpaq üçün, millətimiz üçün öz şirin canından keçməyi deyək. O çünki o müharibəyə uf demədən getdi də. Yəni o məsəl üçün insanlar var ki, tanıdığımız ətrafımızda çoxları qaçıb gizlənirdi müharibə zamanı. Amma Əzəmi elə bir ki, əslən Qarabağlı olduğuna görə içindəki o bir amal var idi ki, torpaqlarımız azad eləyək. Yəni onun içində o coşqu var idi. Belə böyük bir ürəklə qatıldı bu müharibəyə. Biz atamızı çox cavan itirdik. Əzəmi deyirəm də uşaqlıq yaşlarından atasız böyüdü. Biz çalışırdıq ki, Əzəmiyə atasızlığını hiss elətdirməyək də, istəyirdik ki, çox ürəkli böyüsün də, yəni atalılar kimi. Sadəcə bilmirəm biz onun nə qədər öhdəsindən gələ bildiksə, ona hiss elətdirmirdik ki, atası cavan köçüb dünyadan. Amma Əzəmi yenə də içində bir niskil vardı. Hər zaman mən gözlərinə baxardım, indi evdə otururduq da, ailə idi. Gülürdük, danışırdıq, amma belə siz özünüz də ondan belə tanış olmuş olsaydınız, onun gözlərinə baxanda həmişə gözlərindən kədər yağırdı. Mən həmişə qızlara deyirdim ki, öz bacılarıma, deyirdim ki, biz nə qədər çalışsaq da ki, ona xoş, gözəl günlər yaşadaq, Əzəmi atasızlığını hiss eləməsin. Amma bacılarıma deyirdim ki, mən Əzəmini gözündəki o kədərdən hiss edirəm ki, Əzəmi o atasızlığını çox hiss edirdi. Elə bir ki, ehtiyacı olan necə ki ataya ehtiyac olur ki, bir övladım mənim də atam olaydı. Kəş. Əzəminin o gözlərindəki o kədər
şəhidlər var idi. Baxırdın, göz ümumiyyətlə belə sənlə danışırdı, amma baxırdın ki, göz axıb gedirdi də, necə deyim. Ondan hiss edirdim ki, bizlə danışır, amma fikri, xəyalı başqa yerlərdədir. Əzəmi evdə bir xoş bir hadisə də olanda danışırdıq, yürüdük, amma onu ürəkdən sevirən görə bilmirdik. Anam onun üçün çox əziyyət çəkdi. Tək başına oxutdu əsgəri xidmətini. Əzəmi əsgəri xidmətindən gələndə inanırsız tərifnamə ilə gəldi. Özü də anama dedi ki, ana, sənə bir hədiyyəm var. Çıxartdı cibindən böyük bir belə kağız idi. Anama verdi. Dedi, bax ana, mən sənin yanına bax bu tərifnamə ilə gəldim. Mənim sənə böyük bir hədiyyəm, yəni budur da. Ailəli idi. 2 il 4 ay ailəli oldu. Əzəminin məni ən çox duyğulandıran tərəfi odur ki, yerində bir nişanəsi qalmadı. Çox istəyərdim ki, bir övladı olaydı, kaş ki. Bugün bax 20 yanvar şəhidlər gününü biz anım kimi qeyd elədik şəhidlər xiyabanında. İnanın həmin günü çox qarlı bir hava idi, çox soyuq da bir hava idi. Onsuz da biz hər zaman gün ötür biz Əzəminin ziyarətinə gedirik. Amma həmin an biz yenə oradaydıq 20 yanvar günü. İnanın ki, hər tərəfə boylandım, baxdım, o tərəfə, bu tərəfə. Belə çöndüm Əzəminin bir dənə məzar sinə daşındakı şəklinə gözümü zillədim. Dedim, ay qardaş, ruhun şad olsun. Ona görə ki, biz hamımız ölüb gedəcəyik, amma 1, 2, 3, 4, 5 ildən sonra unudulacağıq. Üstümüzə gələn insanlar, ən yaxınlarımız belə gecədən gec gələcəklər. Deyirəm ki, vəbşim orada yəni yatan o şəhid qardaşlarımız, hamısı bizim qardaşlarımızdır. Deyirəm ki, hər birinin ruhu şad olsun ki, bax bu soyuqlu qarlı havada inanın ki, şəhidlər xiyabanında o qədər toplum var idi ki, belə o tərəfə baxdım, bu tərəfə baxdım ki, az yaşlı uşaqlar belə, körpə uşaqlar belə şəhidlərimizə həmin an ziyarətə gəlmişlər. Şəhid Əzəminin bacısıyam, Hüsnü Fəxriyə. 3 bacıyıq. Bacılarımın axırıncısı mənəm. 5 il ərzində mən bir dəfə kamera önünə çıxıb sözümü, ifadəmi deyə bilmirəm. Çünki onun yoxluğunu hiss eləyə bilmirəm. Və özümlə də onu həyatı boyda onu qəbul eləməyəcəm. Çox ağır bir dərddir. Çünki bizim üçün qardaş olmuyor. Bala olub, övlad olub. Həmişə də hər yerdə demişəm, deyəcəm də. Kimsənin qarşısında deyəndə qardaş itirmişəm, deyilir qardaş, amma qardaş olmayıb. Biz 3 bacı onu bir balamız kimi baxıb böyütmüşük. Onun bir yolu o olub. Mən övladlarımdan bağlı birim deyə bilərəm ki, bugün mənim oğlum onun davamçısıdır və onun verdiyi vədəti yerinə yetirdi. Oxudu, təhsilində ali məktəbi qurtarıb və onun davamçısıdır. Bu gün mənim oğlum zabitdir. Gələcəyini quran bir insan kimi onun nazirimizin qarşısında rütbəsi veriləndə mənim də yanımda ailəmiz vardı, anamız, bacımız, biz getmişdik onu qarşılamağa və orada nazirimizin qarşısında mənim övladımın son sözü o oldu ki, hanı mənim dayım, çünki mən dayıma söz vermişdim və təhsilimi davam elədim, amma dayım bu gün mənim yanımda olmadı, mən onun yolunu tutdum və dediyim sözlərində üstə durmuşam. Bakıda işləyirdim, özüm də xəstəxana işçisi olmuşam. Gələn gedən meyitləri görürdüm, amma inanmazdım ki, bugün bu da məni qarşılayacaq. Mənə zəng gəldi, posta yaxınlaşın, getdim. Telefon müəllimi alanda dedim, hə, deməli bu darmadağın idi. 7-si gecəsi məndən danışıb, saat 12 idi. Soruşdum, qardaş necəsən? Dedi, babatam, biraz narahatçılığım var, bacı, narahat olma, hər şey gözəldir. Amma hiss edirdim səsində titrəkliyi. Amma deməzdim ki, 8-ində keçən gecə üzü hazır yeri çökəcək sinəsinə. Rəhmətli papam gəldi, mənim yuxuma gəldi. Elə başa bir anlıq mən onu ayıldım ki, bir yuxudur. Səhər-səhər durdum, işimə gəldim, iş başıma. Mənə deyildi ki, gah dedilər yaralıdır, gah dedilər narahatçılıq var, dur gəl. Amma gəldim, çata bilmədim. Bugün də onu mən bir bacı kimi özümə bağışlaya bilmirəm. Amma mən çata bilmədim onun dəfinə. Ona görə də onun ölümü mənim üçün çox çətindir və onu mən danışa da bilmirəm. Mən onu yenə də deyirəm, ölü saymıram da. Yəni də bilirəm ki, əzəm yaşayır, baxır mənə qıraqdan. Amma özümü alladıram.